Salam abiturientlər, bu videoda abiturientlər üçün fiskalın ikinci blok imtahanda qarşılaşabiləcək 3 faiz sual tiplə başlayacağız. Sola bir addım bir şəkildə izah edəcəm ki, sola daha rahat və daha ətraflı bir şəkildə başa düşə bilərsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davam edirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videoları şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. O zaman vaxt itirmədən başlayaq. Deməli, önce birinci sualımızdan başlayıb, Kupa sonra məhlul olan 3 elektron divanı sıxı bir göstərir ki, sabit gərgin məbədə qoşulmuşsa, A vanası kat üzərində ayrılan misin kütləsi M olarsa, yəni burada deyir M olarsa, bütün vannalarda kat üzərində ayrılan misin kütləsini deyil hesablayın. Bunu hesablamaq üçün nə edirik? İlk öncə mən bu sxemi bir dövrə kimi burada qururam. Ta ki, məsələn, deyirəm ki, məsələn, bu vannalar restorlar kimi fikirləsə, mən bu dövrəni burada qururam. İndi buna sən gəlin indi hesablayaq. İlk öncə 3 eyni elektronik vanna dediği üçün burada müqamətlər birbirine bərabər olmuş olacaq. Yəni burası E-dirsə, burası da R, burası da R olmuş olacaq. İndi mən bilirəm ki, bu hissələr bir-birinə paraleldir. Paralel olduğu üçün demək burada olan gərginlər bir-birinə bərabər olmuş olacaq. Yəni qısaca burası I-dirsə, burası da I olmalıdır ki, deməli, burası da I olmalıdır ki, deməli, I-yi R-ə vuranı, yəni burada alınan gərginlik, belə deyək də, məsələn, bura gələn 1 deyək, burada gələn 2 deyək. Mən məsələn, buradan U1 tapsam, U1 bərabər nə? I vurulsun R, U2 tapsam nə olar? U2 bərabər də I vurulsun R. Yəni, bunların bir-birinə bərabər olması üçün burada olan cərəyan şiddətləri bir-birinə bərabər olmalıdır ki, burada ümumi gərginliklər bir-birinə bərabər olmuş olsun. İndi mən bu sistemin ümumi cərəyan şiddətini tapmış olsam, I ümumi bərabər nəyə? Deməli, U bölünsün R ümumiyə. O da bərabərdir R ümumiyə. O da bərabər, deməli, U bölünsün R ümumi nədir? Paralel birləşmədə R bölünsün N. N'in sayı nə qədərdir? Baxır buradan 2 dənə. Onda deməli yazılan nə? Deməli L bölünsün 2, yəni L bölünsün 2, o da bərabər nəyə? Deməli 2U bölünsün, deməli 2U bölünsün elə. U bölünsün elə də i'dir. Onda olur neçə? Bir dəqiqə uşaqlar. Deməli, belə hesablayır 2U bölünsün elə, o da bərabər nəyə? 2i'yə. Deməli, onda bəlkə ki, bu ümumi sistemi, baxın bu ümumi sistemin cərəyan şiddəti 2 idi. Onda buraya düşən cərəyan şiddəti nə qədər olur? Buraya düşən cərəyan şiddəti 2'yə bərabər olmuş olur. Onda deməli mən buradan alıram ki, və burada da bir kütlə düstur gəlin yazar. N bərabərdir KQ, o da bərabərdir K vurulsun. Deməli K vurulsun nə? İT-yə. İndi mən bilirəm ki, K sabit, T də sabit. M nədən asılıdır? İ-dən. Yəni M2-nin M1 olan nisbəti nəyə bərabərdir? I2-nin M1 olan nisbətinə. Onda gəlin belə bir şey quraq hələ. Deməli 2 cərəyan şiddətində, çünki biz burada tapdıq ki, cərəyan şiddəti nəyə bərabərdir? 2'ye bərabər. Baxın, burada 2'ye bərabər. 2 cərəyan şiddətində əgər M kütləli cisim alınıbsa, yəni belə yazıram. Demək, 2 ilə M alınıbsa, i'lərdə olan cərəyan şiddətində nə qədər kütlə alır, biz bunu tapaq. Buraya yazıram i sual. Onda ya da gəlin yazaq x. X'i buradan tapsam nə olur? X'i buradan tapsam belə olur. Deməli, i vurulsun M bölünsün nə? Deməli, i vurulsun M bölünsün nə? 2i. İlə buradan qısa gəlsə qalır nə? M bölünsün 2. Onda M bölü 2'dirsə, gəlin burada dövrəni təkrar çəkin. Demək, M bölü 2'dirsə, deməli, burada belə ki, bir dənə çəkək bunu. Bu, deməli. Aha, deməli, burada M alındı. Baxın, burada M alındı. Burada nə qədər alındı? Burada da M bölü 2 olacaq. M bölü 2 burada olacaq. M bölü 2 də burada olacaq. Çünki burada olan cərəyan şiddətləri bərabərdir. Bax, burası da i'dir. Burası da i olduğu üçün. Burası nədir? Burası da 2 idi. Bundan sonra biz buradan tapışırıq. Yəni, burada 2 ilə M alınıbsa, i'lər də 2 ilə 2 dəfə kiçik olduğu üçün, burada da düz mütənasibası olduğu üçün, burada da M bölü 2'lər alınmış olacaq. Yəni, kısaca burada M bölü 2, burada da M bölü 2, burada da M. İndi bizə soruşur ki, katodda ayrılan ümumi kütləmizdən soruşur. Deyir ki, bütün vanada katod üzərində ayrılan misin ümumi kütləsini də hesablayın. Bunu tapmaq üçün nə edirik? Biz bu ümumi kütlələri toplayırıq. Yəni, belə yazırıq. M plus M bölü 2 plus nə? M bölü 2. M bölü 2 ilə M bölü 2 bir dəqiqə. M bölü 2 ilə M bölü 2 toplanıb bu bizə verir M. Bunun üzərində gəlir bir dənə də M, yəni plus M. O da bərabər olur nəyə? 2M-ə bərabər olmuş olacaq. Deməli, cavabımız olacaq nə? Plus M bərabərdir 2M. 2M bərabər olmuş olacaq. Yəni, cavabımız olacaq nə? 2M. 2M orada var, variantlarda baxaq. D variantında var. İndi keçək növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda düz mənzil 3 bərabər C bölünərsə, orta hissənin 1 və 2 uclarında hansı qütblərdə yaranar? Biz ilk buradan görürük ki, deməli, birinci halda nədir? Gəlin də burada çəkin. Deməli, birinci halda bura N'dir, burada S'dir. Əgər mən bunu yenə 3 bərabər C-yə burada bölsəm, 3 bərabər C-yə yenə burada bölsəm, burada birinci tərəf M, ikinci tərəf S isə yenə
birinci tərəf n alınacaq, ikinci tərəf s. Yenə birinci tərəf n alınacaq, ikinci tərəf s. Yenə birinci tərəf n alınacaq, ikinci tərəf s. Yəni maqnit hansı, belə deyək də, bir maqnit götürsək, bunun birinci tərəfində n varsa, ikinci tərəfində n varsa, biz bunu yenə 4 bərabər hissəyə və yaxud da 5 bərabər hissəyə bölsək, yenə də həmişə maqnitin birinci tərəfində hansı qütbsə, həmin o qütb yaranır, ikinci tərəfdə hansı qütbsə, həmin o qütb yaranır və bu bələnkimiş belə təkrarlanır. NS, NS və NS. Ona görə 1 və 2-ci qütblərdə hansı qütbdə yaranır? Deməli, birinci tərəfdə N yaranacaq, ikinci tərəfdə də S. Deməli, cavabımız olacaq neçə? Bir ucunda N, ikinci ucunda da S. Cavabımız olacaq burada D variantı. İndi keçək növbəti sualımıza. Son sualımızın 3-cü sualında belə eyni cərəyan naqlan kəsəyə göstərmişəm. A nöqtəsi yekun maqnit indüksiya vektor istiqamətindir göstərir. Biz ilk öncə burada baxın, bizə burada 2 dənə işarə verir. Bir nöqtədir, bir də X. İlk öncə gəlin bunların anlamına baxaq. Deməli, mən burada bir dənə əl işarəsi çəksəm, deməli, əl işarəsi burada çəkmiş olsam, bu nədir? Baş barmaq. Baş barmaq biz bilirik ki, uç tərəfi nöqtədir, dal tərəfi nədir? X-dir. Yəni, arxa tərəfi nədir? X-dir. Deməli, biz bunu bir ox kimi təsəvvür etsək, biz axı oxda bilirik, oxun uç tərəfi nöqtə olur, arxa tərəfi isə X, yəni çəkirdəkli formada olur və bu tərəf nədir? X. Yəni, X kimi görsənir. Deməli, baş barmağımızın uç tərəfi nöqtə, arxa tərəfi nədir? X-dir. İndi, nöqtə nədir? Nöqtə o deməkdir ki, yəni bizə görünən tərəf nöqtədir. Bizə görünən tərəf nöqtə olduğu üçün və baş barmağımızın uç tərəfi nöqtə olduğu üçün, deməli, bizə görünən tərəf nədir? Baş barmağımızın uç nöqtəsi və baş barmağımız şəkil müstəvisindən bizə doğru yönəlmiş olur. Onda baş barmağımız şəkil müstəvisindən bizə doğru yönəlsə, biz burada yekun, daha doğrusu, birincinin yaratdığı indüksiya vektorunu tapmaq üçün sağ əlimizdən istifadə edir və nöqtə olduğu üçün baş barmağımız bizə doğru yönəlir. Bu zaman 4 barmaq hansı istiqamətə yönəlir? Bu istiqamətə yönəlmiş olur. 4 barmaq bu istiqamətə yönəlirsə, onda A nöqtəsində birincinin yaratdığı indüksiya vektoru yuxarıya doğru yönəlmiş olacaq. Bunu buradan tapdıq. X nədir? X o deməkdir ki, yəni bizə görünən tərəf nədir? X-dir. Bizə görünən tərəfin X olması üçün baş barmağımız şəkil müstəvisinə doğru yönəlməlidir. Niyə? Çünki baş barmağımız şəkil müstəvisinə doğru yönələndə baş barmaq bizdən çıxmış olur. Onda bizə görünən tərəf hansı tərəf olur? Baş barmağın arxa tərəfi, yəni X olan tərəf bizə görsənmiş olur. Onda bəlkə ki, X-in olması üçün, yəni bizə görünən tərəfin X olması üçün baş barmaq şəkil müstəvisinə doğru, yəni bizdən çıxmalıdır. Baş barmaq şəkil müstəvisinə doğru yönələndə və biz sağ əlimizdən istifadə edəndə, onda 4 barmaq hansı istiqamətdə fırlanır? Baxın, bu istiqamətdə fırlanmış olur. Onda 4 barmaq bu istiqamətdə fırlananda A nöqtəsində, yəni bunun yaratdığı indüksiya vektoru yuxarı doğru yönəlmiş olur. Onda həm bunun yaratdığı indüksiya vektoru, həm də bunun yaratdığı indüksiya vektoru ikisi də A nöqtəsindən yuxarı doğru yönəldiyindən, yəni ikisinə istiqamətləri eyni oldan, yekun indüksiya vektoru da bunlarla eyni istiqamətdə yönəlmiş olacaq. Yəni bu da yuxarıya doğru yönəlmiş olacaq. Yəni burada cavabımız olacaq neçə? B variantı olmuş olacaq. Yəni yuxarıya doğru. Beləliklə bu videoda fizikanın 2 şans blok imtahanında qarşınıza çıxa biləcək 3 variant sual tipinə baxdıq. Suala bir atım bir şəkildə izah edim ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa düşə biləsiniz. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videolar şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.